Sən düşünürsən ki, kiminsə bir balaca da olsa haqqını yeməklə xoşbəxt ola biləcəksən, bu sənə qayıtmayacaq. Əgər sən belə düşünürsənsə, xoşbəxtlik sənə heç vaxt gəlməyəcək. Bu çox çətindir buna inanmaq ki, xoşbəxtlik doğruluq, düzgünlük, səmimiyyət yolundadır. İnsanlar qeyri-səmimiliyə arxalanırlar. İnsanlar yalandan istifadə edirlər, siyasətdən istifadə edirlər. Xoşbəxtlığa çatmaq üçün. Məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur deyə Makiavelizmdən istifadə edirlər. İnsanlar buna inanırlar. Deyirlər, çox belə titiz olmağa ehtiyac yoxdur. Peyğəmbərlər isə deyir, məhz titiz olacaqsınız, inanırsınız. Xoşbəxtlik yalnız dürüstlərin nəsibidir.